Xoş gördük əziz dinləyicilər. Deməli Amerika İranın İslamabad görüşü ərəfəsində mən bu barədə danışmışdım ki, əlbəttə Amerika prezidenti çalışacaq ki, burada bir güllə ilə iki dovşan vursun. Yəni necə İranı bütün dünya ilə üzbəüz buraxsın. Çünki Amerika prezidenti Trump şikayətlənirdi ki, onu müdafiə eləmədilər, onu köhnə dostları, müttəfiqləri ona kömək etmədi. NATO bu işdə iştirak eləmədi. Bu mənada İslamabad görüşündə elə bir sülh atəşkəsə gəldi ki, o atəşkəsdə də bu günləri artıq nə İran tərpənə bilir, öz neftini sata bilir. Öz neftini sata bilməyən İran da bu blokadanı saxlayıb, o da orada hər hansı bir münaqişə törətməklə, hər hansı bir təzyiq göstərməklə canlı qurtarmaq, neftini satmaq istəyir. Amma Amerikaca heç bir iş görmür və sadəcə olaraq orada qalır ki, siz burada neft keçirdə bilməzsiniz. Baxın, mən atəşkəs eləmişəm, istəyirsiniz açın, amma açmır, İran açmır, mən də hücuma keçmirəm. Baxın, bütün bu situasiyalar bildirirdi ki, nəhayət İranın özünün əleyhinə işləyir və İran ətrafında Trump'ın da arzuladığı koalisiyanı yaradacaq ki, bu İran üçün hər bir tərəfdən ölüm deməkdir. Bax, bugün artıq biz Hörmüz ətrafında koalisiyanın formalaşdırdığı barəsində kifayət qədər mətbuatda yazılan məlumatlar oxuyuruq. Avropa nümayəndələri olsun, İstər İngiltərə olsun, istər Fransa olsun, artıq 40 ölkənin bu mənada Hörmüzün açılması üçün İrana qarşı bir koalisiyada birləşməsinin işarətlərini, xəbərlərini eşidirik. Və bu günlərdə isə məhz Türkiyənin baş Xarici İşlər Naziri Hakan Fidan da Qətərdə öz əməkdaşı ilə görüşüb və bu barədə danışıb, onların da, yəni Qətərin də Xarici İşlər Nazirliyi görüşüb və açıqlamalar da bu barədədir. Açıqlamalarda da bildirir ki, bəs İran Hörmüzü bir silah kimi istifadə etməməlidir və Hörmüzü açmalıdır. Və nəzərə almaq lazımdır ki, İranın Hörmüzü bağlaması, yəni bağlı saxlaması, əslində qalsa burada İranlıq da bir məsələ yoxdur. Amma bütün, yenə dediyim, Trump'ın apardığı o ciddi oyun, ciddi siyasət İranı bu günləri günahkar kimi göstərir dünyaya. Məsələ bundan ibarətdir. Bugün Avropada, Türkiyədə İranı artıq baiskar kimi görür və Hakan Fidan da bunu yüksək tribunadan çıxış şeylərə bildirir ki, İran Hörmüzdən silah kimi istifadə etməməlidir. Çünki ən böyük zərbələrdən biri də məhz Türkiyəyə dəyir, Avropaya dəyir, neftin qiyməti yuxarıdır və yuxarı qiymətə neft almağa məcburdur həm Türkiyə, həm də Avropa. Baxın, görürsünüz, məhz bundan danışırdıq ki, bu günləri İranın təklənməsi məsələsi həyata keçirilir və elə bir situasiya yaranacaq ki, artıq koalisiya ölkələri 40-a yaxın ölkə artıq böyük bir rəqəmdir. Bu 40-a yaxın ölkə əgər İrana yenidən zərbə vurmasına, belə deyək, dırnaq arası fətva versələr, inanın ki, bundan sonra İranın 3-cü zərbədən sonra sağ çıxma imkanları olmayacaq və bütün qonşuları ilə bərabər bütün dünyanı öz qarşısına almış olacaq. Təşəkkür edirəm.